Hə. Müəllim, bugün də gəldik sağa çevikliyin ən əsas, ən vacib yerlərini izah eləməyə. Bax, çevikliyin neçə komponenti var deyəndə komponent olaraq götürəcəyik 3 dənə. Burada amma diqqət elə ha müəllim. Bax, oxlara diqqət elə. Oxlar ən vacib məqamların hara gedib çıxdığını göstərir. Sadəcə hansı ox nəyi bildirəcək. Demək ki, çevikliyin 3 dənə komponenti var. Koordinasiya, icra dəqiqliyi, bir də icra vaxtı. Bu çevikliyin 3 dənə komponentidir. Yadında saxla. Buradan yuxarı aid olanların hər biri koordinasiyaya aiddir. İcra dəqiqliyinə bir dənə diqqət edin mənim. Baxın, icra dəqiqliyinin özündə 5 dənə komponenti var. 1. Ölçmə, 2. Hədəf dəqiqliyi, 3. Fərqləndirmə, 4. Statik vəziyyətin qorunması, 5. Müxtəlif növ siqnallara dəqiq cavab vermək bacarığı. Bu nəyin komponenti oldu? Bu 5 dənə. Dəqiq icranın. Demək ki, icra dəqiqliyi özü də komponentdir. Plus icra dəqiqliyinin özünün də nəyi var? 5 dənə komponenti var. Bu komponentlərin əməl eləməli olduğu yer nədir? Əgər bu komponentlərdən biri pozularsa, yəni sən bu 5 dənəyə əməl eləməlisən ki, sənin icran dəqiq ola. Yəni bax, icranı dəqiq yerinə yetirmək üçün mütləq şəkildə biz bu 5 dənəyə əməl eləməliyik. Birinci ölçmə olmalıdır. İkinciyə hədəf. 3. Fərqləndirmə, 4. Statik vəziyyətin qorunması, 5. Müxtəlif növ siqnallara dəqiq cavab vermə. Bu bunu bildirir. Plus, hədəf dəqiqliyi var, mənim. Hədəf dəqiqliyi özdə təzədən 2 yerə bölünür. Bax, diqqətlə. Hədəf dəqiqliyi neçə yerə bölünür? 2 yerə. Ölçmə, bir də fərqləndirmə. Hardasa belə bir sualla rastlaşsan ki, ola bilər ki, hardasa bir sualla. İnsanda hiss orqanları intusiyasına əsaslanan hansıdır? İnsanda müəllim hiss orqanları intusiyasına əsaslanan bax ölçmədir. Ayso, ölçmə insanda hiss orqanları intusiyasına əsaslanır. Amma bundan yanaşı sən mütləq şəkildə hədəfi görməlisən də. İnsanda hiss orqanları intusiyasına əsaslanan nə oldu? Ölçmə. İndi gəldik koordinasiyaya. Koordinasiya nədir müəllim? Birləşdirmə, razılaşdırma, uyğunlaşdırma, əlaqələndirmə, nizamlama. Bu koordinasiyanın tərifidir. Yəni sən birləşdirirsən, əlaqələndirirsən, razılaşırsan, nizamlandırırsan və hərəkətləri icra edirsən. Koordinasiyanın diqqətlə dinləyin. 2 növü var. Koordinasiyanın 2 növü var. Ümumi bir də xüsusi. Koordinasiyanın 2 növü var. Ümumi bir də xüsusi. Diqqətlə dinləyin. Plus ona da diqqət edin ki, çevikliyin də 2 növü var. Çevikliyin də 2 növü var. Koordinasiyanın da 2 növü var. Bunların eyni demək olar ki, 99% eyni mənanı kəsb edir. Gündəlik həyat tələbatına uyğun olan, yəni gündəlik həyat tərzimizə uyğun olan icra edədiyimiz müxtəlif məzmunlu hərəkətlər olur ümumi koordinasiya və yaxud da ümumi çeviklik. Amma hər hansısa bir idman növünə aid olan, hərəkətlərin geniş şəkildə icrası, yəni bir dənə idman növünə aiddir. Bir dənə idman növünə aid olan bir şey olur xüsusi. Amma geniş idman sahəsinə aid olan, geniş fəaliyyət sahəsinə aid olan nə? Ümumi. Amma bir idman sahəsinə aid olan nə olacaq? Xüsusi. Aha. İndi getdik nəyə? Koordinasiyanın bir alt komponenti var. Bax, belə də deyirlər. Oxa diqqət elə. Koordinasiyanın bir alt komponenti nədir? Bax, yazılıb. Müvazinət. Müvazinətin də 2 forması var. Dinamik və statik formada olur. Bilirsiniz ki, hərəkətlərin davamlı icrası, hərəkət varsa dinamikdir, bədənimizi tərpənməz vəziyyətdə saxlamaq onsuz bunu bilirsiniz ki, statikdir. Bütün heyvani duruşlarda statikdir. Bir də şagirdin psixofunksional vəziyyətinin, beyinlə əlaqəli, psixofunksional vəziyyətinin dəyişdirilməsi nədir? Statik. İndi koordinasiyanın səviyyələri var, müəllim. Koordinasiyanın 2 növü oldu, 3 səviyyəsi oldu. Sinir, hərəki, bir də nə? Əzələ. Koordinasiyanın 3 səviyyəsi oldu. Sizə lazım olan bunlardır. Tərif olaraq da deyərsə, hansı sözün tərkibində sinir varsa, gedirsən sinirə. Hansında əzələlərin digər əzələlərə ötürülməsi varsa, əzələ. Əzələ varsa, gəlirsən əzəliyə. Zaman və məkanı varsa, açar söz olaraq yazıram. Zaman və məkan varsa cümlədə, gəlirsən nəyə? Hərəkiyə. Bu da bunun açar sözləridir. Ümumi yenə deyirəm, geniş fəaliyyət sahəsinə aiddir. Xüsusi isə bir idman növünə aid hərəkətlərin maksimal tempdə nə idi? İcrasıdır. Bu da sizə mənim çeviklikdə olacaq ən əsas məqamların izahı. Koordinasiya müvazinətdən daha böyük anlayışdır. Koordinasiya, bax, koordinasiya müvazinətdən daha böyük anlayışdır. Çünki müvazinət koordinasiyanın bir alt komponentidir. Yəni ümumiyyətcə bizim 90% hərəkətlərimiz yəni koordinasiya ilə tələb olunur.
Və əgər 2 dənə hərəkət varsa, 2-3 dənə hərəkəti birləşdirin. Məsəl üçün, duruşda topu yuxarıya atmaq, yarım oturuşda onu tutmaq. Bu nə olacaq? Koordinasiya. Çünki orada birləşdirmə var. 2 hərəkətin icrası var, düzdürmü? Koordinasiya. Və müvazinət yenə qeyd edirəm. Koordinasiyanın bir alt komponenti götürür. Amma sizə sual düşsə ki, həyat üçün vacib keyfiyyət daşıyan müvazinətli koordinasiya nə olacaq? Həyat üçün vacib keyfiyyətdir. Müvazinət, bəli. Çok sağ olun.